Salam, axşamınız xeyir olsun. Gün ATV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Gəl olub. Ukrayna nümayəndə heyəti ilə danışıqlarda mühüm irəliləyiş var. Uitkovdan açıqlama. İndi isə daha ətraflı. İranın bir neçə şəhərinin həbsxanasında biri qadın olmaqla daha 25 məhbusun edam hökmü yerinə yetirilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da İranda cari ildə edam edilənlərin sayı 1500-ü keçib, onlardan 43-ü qadındır. Davam edirik. Ermənistan-Azərbaycan sərhədində vəziyyət sakit olaraq qalır. Bu barədə ölkənin müdafiə naziri Süleyman Papikyan bildirib. Ermənistan-Azərbaycan sərhədində vəziyyət hazırda sakitdir, narahatlığa səbəb yoxdur, deyə o qeyd edib. Erməni nazir həmçinin qeyd edib ki, əsas problemi hava şəraiti yaradır. Buna görə də hərbiçilərimiz fasiləsiz rabitənin təmin edilməsi üçün gücləndirilmiş növbətçilik rejiminə keçəcək. Xəbərlərimiz davam edir. Həmas əsas komandirlərindən biri olan Raed Saadın ölümünü təsdiqləyib və onun İsrail tərəfindən öldürülməsinin Qəzza zolağında atəşkəsi təhlükə altına qoyduğunu bildirib. Bu barədə Reuters məlumat yayıb. Hərəkatın lideri Xəlil Əl-Həyya Həmasın yüksək rütbəli komandirinin öldürülməsinin atəşkəs sazişinin etibarlılığını təhdid etdiyini bildirib. O, Amerika prezidenti Donald Trumpı İsraildən sazişin şərtlərinə əməl etməsini tələb etməyə çağırıb. Avstraliya polisi dekabrın 14-ü Sidneydə baş verən terror aktını törədənlərdən birinin IŞİD terror qruplaşması ilə əlaqəli olduğunu ehtimal edir. Bu barədə ABC telekanalı polislərin mənbəyinə istinadən məlumat yayıb. Məlumata görə Birləşmiş Antiterror qrupunun müstəntiqləri hesab edirlər ki, atəş açanlar IŞİD terror qruplaşmasına sədaqət andı içiblər. ABC-nin mənbəyi bildirib ki, hücum edənlərin avtomobilində IŞİD bayrağı aşkar edilib. Onlardan biri 24 yaşlı Navid Akram bir neçə il əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidməti tərəfindən Sidneydə yerləşən İslam Dövləti qruplaşmasının terror hücrəsi ilə sıx əlaqələrinə görə sorğu-sual edilmişdi. Daha əvvəl Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru Michael Birches qeyd edib ki, hücum edənlərdən biri agentliyə məlum idi, lakin onların fikrincə cəmiyyət üçün birbaşa təhlükə təşkil etmirdi. Qeyd edək ki, Sidneydəki terror aktı nəticəsində atəş edənlərdən biri də daxil olmaqla 16 nəfər həlak olub, daha 38 yaralı xəstəxanadadır. Onlardan 7-sinin vəziyyəti kritik qiymətləndirilir. Ukrayna NATO-ya üzv ola bilməyəcəyi təqdirdə ona real təhlükəsizlik zəmanətləri verilməlidir. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas jurnalistlərə açıqlamasında deyib. Əgər biz Ukraynanın NATO-ya üzvlüyündən danışa bilmiriksə, o zaman təhlükəsizlik zəmanətlərini müəyyən etmək lazımdır. Bunlar sənədlər və ya vədlər ola bilməz. Söhbət Ukraynanın özünü müdafiə etmək qabiliyyətini təmin edən real qoşunlardan və real mexanizmlərdən getməlidir, deyə Kallas deyib. O həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə yalnız Donbasla məhdudlaşmaya bilər. Bu isə bütün Avropanın təhlükəsizliyinə təhdiddir. ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkov Berlində Ukrayna nümayəndə heyəti ilə danışıqlarda mühüm irəliləyiş olduğunu bildirib. Witkov bu barədə öz X hesabında məlumat verib. Prezident Zelenski xüsusi nümayəndə Witkov, Jared Kushner və ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində keçirilən görüş 5 saatdan çox davam edib. Nümayəndələr sülh planını, iqtisadi proqramları və digər məsələləri müzakirə ediblər. Mühüm irəliləyiş əldə edilib və sabah səhər növbəti görüş keçiriləcək, deyə Witkov yazıb. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.